Korrupsiya Azərbaycanda kök salıb. Buna etiraz edən hər kəs həbs edilərək işgəncələrə məruz qalır. Bu reallıqdır və bu cür vəziyyətlə üzləşənlərdən biri Mehman Hüseynovdur. İndi ona qarşı əvvəlki ittihamlarla yanaşı 7 yeni ittiham irəli sürülüb. Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlığı və eyni zamanda insan haqlarına hörmət olunmadığı üçün bu ölkə ilə assosiasiya müqaviləsi danışıqlarına son qoyulmalıdır. Biz davranışlarımızın kökündə insan haqları və qanunun aliliyinin dayandığını və Azərbaycanla olan münasibətlərimizi qeyd edərkən, bunun sadəcə ritorika olmadığını qeyd etmək istərdim. Bu məsələ də sizin kimi komissar Malmström, Federico Mogherini kimi insanlardan asılıdır ki, öhdəliklər yerinə yetirilsin, başdan sovdu olmasın. Azərbaycan rüsvayçı vəziyyətdədir. Təkcə Mehman Hüseynov deyil, Xədicə İsmailova, İlqar Məmmədov və Əfqan Muxtarlının işlərini qeyd edə bilərik. Əfqan Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirilib, həbs edilərək işgəncə edilməsi üçün. Çünki bu cəsur insanlar Əliyev rejiminə aid korrupsiyanı işıqlandırmağa cəsarət ediblər. Məyus edici haldır ki, bütün prinsiplərə baxmayaraq, danışıqlara baxmayaraq, onlar təkliflərin əksini edirlər. Bu utanç vericidir. Biz gözləyirik ki, siz bu prinsiplərə əməl edəsiniz, vəziyyətin nə yerdə olduğunu deyəsiniz. Bundan əvvəl çıxış edən həmkarlarım vəziyyətin nə yerdə olduğunu qeyd etdilər. Mehman Hüseynov vəziyyəti göstərir ki, bu insanlar necə təzyiqlərə və işgəncələrə məruz qalırlar. The level of endurement, of pressure and of torture that these people are being subjected. This week, one of our colleagues, Norika Nikolay... Bu həftə həmkarlarımızdan biri Norika Nikolay belə bir məktubu yayıb. Bu məktubu yazmağa o heç şübhəsiz məcbur edilib. Bu məktub mənə ölkəmdəki Salazar diktaturası zamanında və onun ölkəsində Çavuşesku diktatorluğu zamanı insanların yazdıqları məktubları xatırladır. Sanki hər şey qaydasındadır. Bugün qəbul edəcəyimiz qətnamənin qəbul edilməməsinə çalışırlar. Azərbaycandakı Camaşırxana məsələsi ilə bağlı Avropa İttifaqının içində kök salmış korrupsiya onu göstərir ki, hətta bu parlamentdəki siyasətçiləri də bu rejim ələ keçirib. Bunu 2013-cü ildə Azərbaycanda keçirilmiş seçkilər zamanı gördük. Buna icazə verə bilmərik. Məsələ təkcə Azərbaycan, orada korrupsiyaya qarşı insan haqları və qanunun aliliyi uğrunda mübarizə aparan insanlar deyil. Məsələ Avropa İttifaqıdır. Görünür, Prezident Əliyevin oponentlərinə qarşı müharibəsinin hüdudu yoxdur. Despotun mesajı aydındır. Heç kim Azərbaycanda korrupsiyanı və rəsmilərin qanunsuz hərəkətlərini ictimailəşdirə bilməz. Bu kontekstdə Mehman Hüseynovun məsələsini qeyd etmək olar. Müstəqil jurnalist və blogçuların rüşvətə və şantaja boyun əymədikləri halda həbs edildiyi ölkədən nə gözləmək olar? Mehman Hüseynov və digər 10 jurnalistin şərtsiz azadlığa buraxılması üçün Avropa Komissiyasını Azərbaycan hökumətinə qarşı təzyiqlər göstərməyə çağırıram. Bunu edə bilməsək, öz dəyər və prinsiplərimizi bir daha güzəştə getmiş olacağıq.